Salam əziz dostlar, əziz izləyicilər. Bu günlərim sizinlə bərabər 2020-ci ildə Abituriyent jurnalı model suallarının 2027-ci il buraxılış imtahanına uyğunlaşdırılmış versiyasını işləyəcəyik. Bu sınaq deməyək də, təbii ki, bu model hamısı DİM-in OTK-nın suallarıdır. Sadəcə mən bunları yeni modelə uyğunlaşdırmışam və eyni şəkildə ödənişsiz bir şəkildə Telegram kanalıma da yerləşdirmişəm. Həm cavab kartları ilə birgə, həmçində dinləmə mətni ilə birgə. Yəni hər şey demək olar ki, var mətnin daxilində, daha doğrusu sınaq daxilində. İstər listening olsun, istər reading olsun. Bu birinci readingimizdir. Bu ikinci readingdir. Qrammatika suallarıdır və essemizdir. Təbii ki, cavab kartını da ayrı bir PDF kimi hazırlamışam. İndi onları da sizə göstərəcəm. Gəlin başlayaq sınağımızın izahıyla. Elə mən təklif edirdim ki, başlayaq. İlk öncə nədən? Qrammatika suallarından. Qrammatika suallarını işlədikdən sonra keçək mətnlərə, sonda isə listeningi işləyək. Məncə daha effektiv və maraqlı olacağına inanıram. Gəlin yoldaşlar, 13-cü sualdan dərs sınavımıza başlayaq. Deməli, birinci 13-cü sualdayıq. Gəlin fikir verək nəyə? Baxın yoldaşlar, özündən sonra isim gəlir. Ümumiyyətlə, hansı xüsusi sual sözlərindən sonra isim gəlir və bunlar birləşmə yaradır. Onları biz bilməliyik. Who, what, who çox yox, daha çox what, whose, which, how many, how much. Bunlardan sonra isim gələr və isim gəldikdən sonra isə birləşmə yaradır. Hansılar var? What var burada, 1 və which var, 3. 1 və 3'ü götürəcək, cavab doğru variant A variantı olacaq. Böyləsə bir şey də qeyd edeyim ki, yoldaşlar, bu sınaqlar demək olar ki, yanvarda hər kəsin axtardığı sınaqlardır ki, hamı yanvarda demək olar ki, bu sınaqları axtarır. Demək, if the all student wears the same, bütün şagirdlər eyni geyinsə, burada no argument, yəni bir mübahisə olmaz. Nə haqqında? Nə? What olacaq? Fashionable dəf haqqında cavabımız olacaq C variantı. 15-ci suala baxırıq. 15-ci sualda bizdən possessive case sualdır. Görək nə deyir bizdə, baxaq. İlk öncə 4, ən rahatı 4'dür. Biz bilirik ki, unique nouns-da apostrof S-lə düzəlir. Onun üçün 4 yanlış olacaq. 3'ə baxıram, deyir 2 or 3 dozen trees can absorb all household emissions of CO2. 3 düzdür. Baxaq buna, yenə eyni məsələdir. Words var, unique nouns-dur. Apostrof S-lə olmalı idi. Onun üçün bir də səhvdir. Cavab olacaq 2 və 3. Yəni B variantı. Bu da belə getdi. Baxırıq yoldaşlar 16-cı soruya. Baxaq 16-cı sualda görək nə deyir bizə. Demək, for sözünüzündən əvvəlki sözə baxırıq. Reasons. Reasons nədir? Cəmdir. Cəm olduğuna görə are götürəcəyik və were götürəcəyik və A variantını götürəcəyik. Yəni bəsitdir. Qrammatik sualları ümumiyyətlə bəsit olur. Hərçənd biz bunu 2020-də də görürük. 2020-nin model suallarında da görürük. Dear animal supporters think that people use animals for chase or hard work and they kill them for food or clothing. Təbii ki, biz bunları eləməməliyik də, yəni onları yeməyə görə, amma clothingə görə kəsməməliyik. İndi normalda öldürməməliyik, normalda bu belədir. Onun üçün biz burada inkar tipli qoyacağıq. Animal supporters think, onlar düşünürlər ki, insanlar istifadə etməməlidir. Shouldn't testlər üçün, çətin iş üçün və istifadə yenə etməməlidirlər. Yemək və geyim üçün doğru cavabımız olacaq A variantı. Qəşəng tərcümə yönümlü bir sual idi. Aha, to take turns, to take pride
və to take place. Demək, biz burada to take place baş vermək deməkdir. Onun üçün bunu rahat görürük və 3-ə yazacağıq B variantını. To take pride qürur duymaq deməkdir. To feel satisfaction for doing something well, 2C, CB. Deməli 18-ci sualda da burada isə to take turns növbə ilə gözləmək deməkdir. A olacaq. A, C, B variantı olacaq. O da ümumilikdə C variantı olacaq. Bu da belə getdi. Deməli biz baxmalıyıq indi 19-cu suala. 19 tipli sual bu ilin gördük biz hansı suallarında 5 mart suallarında da görmüşdük. Düzdür, bu şəkildə düşməmişdi, amma yenə düşmüşdü. Burada biz qayda bilməliyik ki, askdan sonra want to know-dan sonra və wonder'dan sonra bunlardan sonra nə gəlməz? That gəlməz. Yaxşı, 3-ü onun üçün çıxırıq və birbaşa biz nə qoymalıyıq bu suallarda? Mübtəda qoymalıyıq. Bunu da bilməyə lazımdır. Deməli, burada xəbər gəlib, could da olmaz. How dangerous could, how dangerous the waves düzdür, biri götürürük. If-dən də sonra the waves mübtəda gəlib, burada isə yenə could gəldiyinə görə cavab səhv olacaq. Doğru cavab olacaq 1 və 4, yəni ki, A variantı. Biz baxaq 20-ci suala görə 20-ci sualda bizdən nə istəyir? We need to worry. Biz bilməliyik ki, worry nə ilə işlənir? About-ın işlənir. About the effect fossil fuel dioxide atmosferdə, in atmosphere. Deməli cavabımız olacaq A variantı. 21-ə baxırıq. In environmental process increase pollution. Bu proseslər indi nə edir? Bu proseslər impact. Bizə saniyə suala baxaq. Deməli, ətraf mühit xilas eləmir də, onun üçün A variantı yanlış olacaq. Issue problem yaradır, amma bu yaxşılaşdırmır. Təbii ki, problem yaradır, yaxşılaşdırmır. Impact təsir edir. Bu da təhdid edir. Cavab olacaq D variantı. Bu da belə getdi. Yaxşı yoldaşlar, baxaq bizdən düzgün nə istəyir? Düzgün passive voice-u istəyir. Baxaq bu suala. Demək, biz düzgün passive voice-u necə seçirdik? Bildiyimiz kimi 1 yazaq bir dəqiqə, böyle buradan 1 sifət, sonra sifət zərf olmamalıdır. Zeri sifası falan işlənməməlidir. To be plus possible to olmalıdır. Bunları yəqin ki biz bilirik. Gəlin baxaq onda suala. Natural has helped. Baxın burada to be plus P2 olmalıdır. Nədir o? To be plus P2, yəni has been helped. Deməli bir yanlışdır. Is being used. Deməli 2-ni götürürük. Has been used. Bu da var. Sonunda da sifət və yaxud yoxdur. Zeri ilə də başlamıyor. Saffron is used. Bu da ola bilər. 4-ü də götürürük. This doctor's intention is preventing. Necə olmalıdır? Is being prevented. Olmalıdır. 5 səhvdir. Doğru cavab olacaq A variantı. Bu da belə. 23-ə baxaq. Burada yet var. Deməli, inkarda indiki bitmiş zaman verəcəyik. O da amma yox. Niyə inkarda verməyəcəyik? Burada maraqlı bir hissə var. Nə var? Burada no var. No olduğuna görə artıq inkarlıq var. Baxın, modelliyin məsələsi elə bundadır. İnkarlıq var. Əslində bu sualı daha da inkişaf elətdirmək olar. Necə eləmək olar? Bura F variantı yazıram. Ümumiyyətlə, yəni. Bura yazmaq olardı ki, hasn't visited. Bax, bu versiyasını versəydi, F variantında çox adam bunu götürərdi.
Amma burada artıq nə olduğuna görə doğru cavab olacaq D variantı. Mən bunu indi Telegramda paylaşacağım. İndi burada baxanda fikir verirəm. Aha, 24-ə biz baxaq. I come to your for advice whenever I need. Deməli bu sualda mənim də ehtiyacım var. Çox adam bir məsələni bilmir. Məsələn, mən deyirəm ki, ehtiyacım var, mənə biraz lazımdır da. Burada çox adam deyəcək ki, samı götürməz. Nəyə görə? Deyir, samdan sonra biz həmişə demişik ki, isim gəlməlidir. Amma yox. Burada təkrarçılığa yol verilməsin deyə sam istifadə oluna bilər. Onun üçün cavab olacaq A variantı. Hansı ki, digərlərdə olmur. 25-ə baxırıq. 25-ci sual. Cümləmiz necə olacaq? Smoking başlayaq. Is a self-destruction. Then sonra to every sensible person. Cavab olacaq C variantı. Grammar suallarımız bitdi yoldaşlar. Dərslərə qoşulmaq istəsəniz bu nömrə ilə əlaqə saxlayarsınız. Yəni prosto indi gördüm deyə deyirəm. Bu belə. Deməli bizim qrammatika ilə bağlı məsələlərimiz bitdi. İndi isə biz keçəcəyik. Dinləməni başlayaq, sonra isə mətnlərə keçərik. Demək yoldaşlar, gəlin sizə dinləmə mətnini göstərir. Deməli, həmçində burada sizə cavab kartında göstərirəm. Gördüyünüz kimi listening, readinglər və qrammatika suallarının hər birinin cavabları qeyd olunur. O cümlədən həmçinin də görürsünüz ki, listening text qeyd olunur və müvafiq olaraq bir dənə nümunə esse də qeyd olunur. Deməli, indi mən bunu tərcümə edirəm. Dear Great Britain is a country with a long history that has influenced many parts of the world. Today, it's known not only its economic achievements but also for its educational traditions and historical landmarks. During the Industrial Revolution of the 18th and 19th centuries, large cities such as Birmingham, Liverpool, Manchester became important industrial centers and contribute greatly to the country's economic growth. However, modern cities are only one part of the English identity. The country is also famous for its long academic heritage. Two of the oldest and the most respected universities in the world are located in Oxford and Cambridge. For centuries, these institutions have attracted talented students. Students from different countries and have played a significant role in scientific and cultural development. Northern England offers a different experience. York, one of the country's best preserved medieval cities, welcomes thousands of visitors each year. Tourists are drawn to its ancient walls, historic buildings, and narrow streets. England is also home to remarkable monuments. Stonehenge is among the most well-known methods used. Built it is a structure with measures about meters diameter, continue inspire curiosity and remains one of the greatest mysteries of ancient worlds. Aha, deməli yoldaşlar, başlayırıq. Deməli, deyir Böyük Britaniya dünyanın bir çox hissəsinə təsir göstərmiş uzun və zəngin tarixə malik bir ölkədir. Bu gün o yalnız iqtisadi nailiyyətləri deyil, həmçinin təhsil ənənələri ilə də tarixi abidələri ilə tanınır. 18-19-cu əsrdə sənaye inqilabı zamanı Birmingham, Liverpool, Manchester kimi böyük şəhərlər mühüm sənaye mərkəzlərinə çevrilmiş və iqtisadiyyatın böyüməsinə töhfə verilmişdir. Lakin müasir şəhərlərdə İngiltərənin kimliyinin yalnız bir hissəsi bu özünü göstərdi. Ölkə həm uzun müddətli akademik irsi ilə də məşhur idi. Dünyanın ən qədim və ən hörmətli universitetlərindən ikisi Oxford və Cambridge burada yerləşir.
Əsrlər boyu müəssisələr müxtəlif ölkələrdən istedadlı tələbələri cəlb etmiş, elmi, mədəni inkişafda mühüm rol oynamışdır. Şimali İngiltərə fərqli bir təcrübə təqdim edir. Ölkənin ən yaxşı qorunub saxlanmış orta əsr şəhərlərindən biri olan York hər il minlərlə qonağı qarşılayır. Turistləri və qədim qalaları, tarixi binaları, dar küçələri cəlb edir. İngiltərə həmçinin möhtəşəm tarixdən əvvəlki abidələrin də vətənidir, qədim abidələrin. Stonehenge bunun ən məşhur nümunəsidir. Tədqiqatçılar uzun illərdir öyrənmələrinə baxmayaraq onun dəqiq məqsədi tikilməsində istifadə olunan üsullar barədə hələ də yekdir fikrə gələ bilmirlər. Diametri 80 metr olan bu tikili maraq doğurmağa davam edir. Qədim insan böyük sirləri olaraq qalır. Demək, yoldaşlar, mətnimiz nə haqqındaydı? Mətnimiz İngiltərənin tarixi, təhsili və mədəni əhəmiyyəti, yoxsa daha doğrusu mənim bu böyüdək. The reasons to reserve nəyə görə nasıl İngilizdə yol vermələri məncə olmaz. Məncə burada biz qeyd edə bilərik C variantını. Bu belə. 2-yə baxıram. 2-də isə cavab doğru deyir ki, hansı fikir doğrudur? York sənaye inqilabı dövrünün mühüm sənaye mərkəzinə çevrildi. Yox. Bu, yoldaşlar, burada hansılardır? Liverpool, Manchester və s. Oxford and Cambridge are respected institutions that have contributed scientific and cultural progress deyir, nüfuzlu müəssisədir. Bəli, biz bunu qeyd edə bilərik. Cavab olacaq B variantı. Biz 3-cü suala baxsaq, although researchers have studied site for many years, deyir ki, tədqiqatçılar ərazidə uzun illərdir öyrənmələrinə baxmayaraq hələ də tapa bilməmişlər. 50 metrdən az olduğu yanlış bir fikirdir. Çünki 80 idi də. Onun üçün D variantı biz yanlış hesab eləyəcəyik. It's proved be connected with the Oxford University. Deyir, onun Oxfordla bağlı olduğunu sübut ediblər. Bu da yanlış bir fikirdir. It has become less popular. Deyir ki, daha az populyar olub. Onun dəqiq funksiyası hələ də qeyri-müəyyəndir. 3-də B variantı olacaq. Demək, yoldaşlar, 4-ə baxırıq. 4-də maraqlı bir hissədir 4-də də. Burada isə cavab olacaq 1 true deyərdim mən. 2-yə false, 3 true, 4-ə false olacaqdır. Deməli, yoldaşlar, açığı izah elədik, düzdür. Yəni, mətnləri də siz özünüz oxuyub tərcümə eləməlisiniz. İndi mən birini izah elədim, yəni dinləməni izah elədim. Eyni şəkildə qrammatika suallarını izah elədim. Mətnləri də siz özünüz işləyib baxa bilərsiniz. Həqiqətən gözəl mətnlərdir. Hər birinizə uğurlar arzu edirəm. İnşallah, əgər kimlərsə 2026-27 ilində bizlə hazırlaşmaq istəsə, o zaman bu nömrə ilə əlaqə saxlaya bilər. Çünki artıq hazırda işləyəcəyimiz bir qrup və s. yoxdur. Sağ olun, salamat qalın.